Hamının gözündən uzaq, amma içəridə böyük səs salan bir hadisə baş verir. Qarabağ kimi ciddi və intizamlı klubda elə bir şey yaşanır ki, bu artıq sadəcə futbol mövzusu deyil, bu daxili qalmaqaldır. Və bu qalmaqalın mərkəzində iki ad var: Elvin Cəfərquliyev və Abbas Hüseynov. İddialara görə hər şey çox adi başlayır. Komanda oyuna hazırlaşdığı bir dönəmdə, hamının maksimum fokuslanmalı olduğu vaxtda Elvin qərar verir ki, gecəni fərqli keçirsin. O tək getmir. Yanına yaxın dostu və ya komanda yoldaşı Abbas Hüseynov da götürür. Bununla da kifayətlənmirlər. Onların yanında daha 4 xanım olur. Ünvan isə Hollywood restoranıdır. Əvvəlcə hər şey normal görünür. Musiqi var, söhbət var, adi bir əyləncə mühiti. Amma gecə irəlilədikcə vəziyyət dəyişməyə başlayır. Elvin və Abbas artıq sadəcə sakit oturub vaxt keçirən qonaqlar deyil. Onlar diqqət mərkəzinə çevrilirlər. Səs-küy artır, davranışlar sərtləşir və artıq bu vəziyyət digər müştəriləri narahat edən həddə çatır. Restoran rəhbərliyi isə onları tanıdığı üçün birbaşa müdaxilə etmir. Amma vəziyyət nəzarətdən çıxmağa başlayanda bir qərar verilir. Rəhbərlik birbaşa zəng edir Qurban Qurbanova, Qarabağın baş məşqçisinə. Zəngdə deyilən isə qısadır, amma kifayət qədər ciddidir. Futbolçularınız burada problem yaradır. Qurbanov özü ora getmir, amma məsələni də buraxmır. Bir neçə nəfəri göndərir ki, vəziyyəti yerində həll etsinlər. Onlar restorana çatır və Elvinlə Abbasla danışmağa çalışırlar. Amma söhbət sakit getmir. Gərginlik artır, sözlər sərtləşir. İddialara görə vəziyyət o həddə çatır ki, artıq fiziki qarşıdurma yaşanır. Şahidlərin dediyinə görə hər iki futbolçu zorla maşına mindirilir və oradan aparılır. Hara aparıldıqları isə çox da çətin sual deyil. Onlar Qurban Qurbanovun yanına aparılır. Orada nə baş verdiyi isə qaranlıq qalır. Heç kim açıq şəkildə danışmır. Amma məlum olan bir şey var. Qurbanov bu hadisədən sonra çox sərt reaksiya verir. Burada əsas məsələ təkcə gecə həyatı və ya restoranda baş verən səs-küy deyil. Əsas məsələ Abbas Hüseynovun kim olmasıdır. Çünki o, Qurbanovun ailəsinə yaxın biridir. Bu isə vəziyyəti tamam fərqli səviyyəyə çıxarır. Yəni, hadisə artıq sadəcə klub daxilində intizam problemi deyil, eyni zamanda ailə məsələsinə çevrilir. Elvinin Abbası da bu mühitə cəlb etməsi və onların 4 xanımla birlikdə görünməsi bu vəziyyəti daha da gərginləşdirir. Buna görə də məsələ şəxsi qəbul olunur. Qurban Qurbanovun reaksiyası da məhz buna görə bu qədər sərt olur. İddialara görə Elvin artıq onun gözündən tam düşüb. Abbas da eyni vəziyyətdədir. Klub daxilində münasibətlər dəyişib və bu hadisə hər iki futbolçunun gələcəyini sual altına qoyub. İndi isə əsas sual ortaya çıxır. Bu hadisə həqiqətən də bu qədər böyükdür, yoxsa sadəcə şişirdilmiş bir hekayədir? Futbolçular həqiqətən səhv edib, yoxsa burada başqa məqamlar da var? Və ən önəmlisi, bu hadisə Qarabağ kimi bir klubun daxilində daha böyük problemlərin işarəsidir, yoxsa sadəcə bir gecəlik səhvin nəticəsi? Sən necə düşünürsən?